Ankara'dan herkese selam. Bugün Kovulu Park'tayım. İnternette Kovulu Park ile gösterirlər ki, deyirsən bu parkda azmaq olar. Gəldim baxdım. Azmaq yox, itirib tapmaq da çətindir. Yalan yox, gözlədiyimdən balacadır. Amma Instagram parkı real parkdan 2 ölçü böyükdür. Balaca deyə gözəl deyil. Yox, balacadır, amma xoşdur, gözəldir. Sizə buranın adı niyə Kovulu Parkda? Mən sizin izah edeyim. Çünki içində doğrudan da qoğular var. Yəni ad qoyub, qoğu tapmayan parklardan deyil. Ağ qoğu var, qara qoğu var, bir də ördəklər var. Arkadaşlar, ördəklər kendilərini qoğu sanıyor. Düzün deyim, Kovulu Park internette göründüyü kimi böyük değil, amma realda daha səmimidir. Böyük park gözləmə, amma kiçik xoş anlar tapa bilərsən. Gəlmək istəsəz, Murat Tunalı filminin dibindədir. Mən indi sizə deyim necə bir parkdır. Yəni biraz gəzin, görün, hava alın, çıxın gedin. Yəni bu tipli bir parkdır. Düzü mən bu parka gəlmək üçün uzun məsafədən gəldim. Dedim yəqin ki, yeni il üçün bəzəklər, bu hava burada var. Amma sadəcə girişində var. Yəni o qədər də gözləməyin ki, hər tərəf yeni il bu havası var. Burada yeni il bəzəklər də var, işıqlar var. Elə Las Vegas kimi deyil, amma gəzdin, baxdın, hava aldın, havası verir. Video baxdınızsa bəyənməyi, like etməyi, abunə olmayı unutmayın. Hələlik.